Növbəti fayda İbn Teymiyyə, Allah ona rəhmət eləsin, deyir ki, kim əbrarların dərəcəsinə çatmaq, xeyirxah insanlara oxşamaq istəyirsə, günəşin üzərinə doğduğu hər gün üçün məxluqata fayda verməyi niyyət eləsin. Yəni, hər gün sənin niyyətin olmalı ki, mən bugün insanlara fayda verəcəm. Belə olarsa insan salihlərin dərəcəsinə çatar. Xeyirxah insanlara bənzəyir. Xeyirxah insanlar kimlərdir? Peyğəmbərlər, sıddıqlar, salihlər, şəhidlər. Deyir, hər gün üçün gözəl bir niyyət eləsin ki, mən bugün insanlara fayda verəcəm. Evdən çıxmırsan qardaş, niyyətin olmalı ki, mən bugün faydalı olacam. Faydalı bir müsəlman olacam. Hər kəs vallahi bu niyyət eləsə, səncə o gün ərzində nəsə bir günahlara meyl eləyər, ay vali. Bu adam hər gün deyir ki, mən faydalı olmaq istəyirəm, bir müsəlmana fayda vermək istəyirəm. Fiziki, maddi, fərqi yoxdur, mənəvi, nəsə bir köməyim dəysin. Ən azından təbəssüm edib onun üzünə gülməyin vallahi faydadır. Ola bilər o adamın bir kədərli, bir qüssəli, qəmli bir vaxtıdır. Nəsə indi işində alınmayıb, evdə problem var və s. indi öləni var, üzrü zadı. Sən gördün, güldün, qəşəng bir söz dedin, təsəlli verdin. Bu faydadır yoxsa yox? Vallahi böyük fayda.